toplusundan Əsgər anası mətninin suallarına baxırıq. 111-ci suala baxırıq. Deyir ki, mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Bizə nəticəni verib ananın qəzet alması, deməli, bir də deyir, səbəb olaraq savadsız olmasına görə qəzeti uşaqlara oxutması, nəticədə ananın qəzet alması. Bu, belə deyək də, düz gəlmir nəticə ilə, ona görə biri götürmürük. 2-də deyir, müharibənin gedişini izləməsi. 2 olacaq, 2-ni götürürük, nəticəsində qəzet alır ki, xəbər tuta bilsin. Daha sonra 3-ə baxırıq, deyir ki, əsgərlərin tikdiyi paltarlar haqqında məlumat almaq istəyi, nəticədə ananın qəzet alması. Qəzetdə yazmayacaq ki, onların paltarları haqqında məlumatı. Ona görə də 3 də səhv fikirdir. 4-də deyir, radioda deyilənləri anlamaması, nəticədə qəzet alması. Xeyr, radioda deyilənləri də anlayırdı, qəzet də alırdı. Hər məlumatdan eşitmək istəyirdi. Ona görə 4 də səhv fikirdir. 5-də deyir, oğlunun müharibədə olması, nəticədə ananın qəzet alması. Bəli, 5 də düzgün fikirdir. Təbii ki, cavabımız 2-5 Y variantı olacaq. 112-yə baxırıq. Deyir, mətndəki əsas fikri ifadə edən aforizmi müəyyən edin. A variantında deyir ki, günəşin son şüası belə tükənər, ancaq bir ananın ümidləri və sevgisi həmişə yaşayır. Belə A variantı olacaq. Deməli, əsgər anasının sevgisindən və ümidindən danışır. Yəni, belə deyək də, onun ümidindən danışır, oğluna olan ümidindən. Ona görə cavabı A variantı götürürük. 113-də deyir ki, mətndə hansı suala cavab yoxdur. A variantında deyir ki, Tahir anasına necə təskinlik verirdi? Deyir ki, ana düşməni tam məhv edəndən sonra görüşərik. Bununla təskinlik tapa bilərdi anası. Ona görə A-nın cavabı var. Belədir, ana niyə sənətindən uzaqlaşmışdı? Girişdə bizə deyir ki, deməli, cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sapla naxışlar məşhur idi. Sonradan başı ailəyə, övlad böyütməyə qarışdığı üçün sənətindən uzaqlaşmışdı. B-ni də atdıq. C-dədir, ana nə üçün arteldə işləməyə başladı? Deməli, oğlunun orduya yola salından sonra evdə otura bilmədi və istədi ki, xeyir toxunsun. Ona görə də C-nin də cavabı var. D-dədir, ana paltarları tikərkən ən çox nəyə diqqət yetirirdi? Onun deməli, belə deyək də, isti saxlasın. Burada da deyir ki, tikdiyi paltarların düyməsini möhkəm etmək üçün hamıdan çox çalışırdı. İsti saxlasın, möhkəm olsun, ona fikir verirdi. D-ni də atırıq. Y-də deyir, Tahirin şəkli niyə qəzetdə idi? Cavabımız Y variantı olacaq. Niyə? Bizə burada deyir ki, ananın deməli, bir gün anaya qəzetdən Tahirin şəkli var xəbərini verdilər. Sadəcə xəbəri verirlər ki, Tahirin şəklini qəzetdə vurublar. Tay demirlər nə səbəbdən vurublar. Ona görə də cavabımız Y variantı olacaq. 114-də baxırıq. Deyir, mətnin üslubu üçün səciyyəvi olmayan cümlə hansı abzasda işlənmişdir? Mətnin üslubu üçün uyğun olmayan. Mətnin üslubu, deməli, bədii üslubdadır. Yazaq bura, qoy yadda qalsın. Bədii üslubdadır. Üslubu xüsusiyyətdən uyğun olmayan isə bu cümlədir. Deyir, dərzilik əl əməyinə əsaslanan kurslar peşə sahəsidir. Yəni, burada bir bədilik görmürük. Ona görə də bunu götürəcək. Yəni, birinci abzas A variantı. 115-ə baxırıq. Deyir ki, mətnin tərkib hissələrini nəzərə alaraq ardıcılığı müəyyən edin. Deməli, birinci gələcək 2. Həsrətdən yaranan məşğuliyyət. Dedik ki, anası oğlunu orada yola salandan sonra istəyir ki, yəni bir məşğuliyyət tapsın özünə. Daha sonra gələcək 5. Keçmiş xatirələr. Deməli, orada işləyərkən, deməli, 115-ci suala baxırıq. Mətnin tərkib hissəsini nəzərə alaraq ardıcılığı müəyyən edin. Birinci gələcək, deməli, 2. Həsrətdən yaranan məşğuliyyət. Dedik ki, oğlan orduya yola salandan sonra özünə bir məşğuliyyət tapır. Sonra gələcək 5. Keçmiş xatirələr. Dedik ki, orada işləyərkən gəncliyini xatırlayırdı, yəni keçmiş xatirələri yadına düşür. Daha sonra gələcək 3. Kiçik bir detalın dəyəri. Dedik, onun, belə deyək, yaxasına, deyir ki, bala köynəyin yaxasına fikir ver. Orada ananın əlləri gəlmişdir. Bu da kiçik bir detalın dəyəridir. Daha sonra gələcək 1. Məktublaşma, oğlunun məktub göndərməsi, oğluna məktublar göndərməsi hissəsidir. Daha sonra da bir dənə 4 qalır. Ananın qürur dolu sevinci. Deyir ki, qəzetdə onun şəklini qoyanda deyir ki, ananın gözləri yaşardı. Yəni, qürurlandı. Cavabımız 2, 5, 3, 1, 4.
C variantı olacaq. 116-ya baxırıq. Deyir, mətnin əsas hissəsində bir-birinə zidd olan fikirlər neçənci abzasdadır? Deməli, həmin o fikirlər 5-də və 6-dadır. Oxuyanda da bizə belə qəribə gəlir. Niyə? Çünki məsələn 1-ci, 5-ci abzasda deyir ki, indi orada deməli deyilənə görə qar yağır. Amma 4-cü abzasda deyir ki, deməli radionun qabağında görədən hava isti keçdiyi üçün ürəyi nisbətən rahatlıq tapırdı. 4-cü abzasda deyir ki, orada hava isti olur zəfir bölgəsində. Sonra da deyir ki, deyilənə görə orada qar yağır. Yəni bu bir-biri ilə zidd cümlələrdir. Daha sonra dedik ki, hansı? Deməli 5, deməli 4 və 5-ci abzaslar. 117-yə baxırıq. Mətn əsasən ananın təskinliyini ifadə edən 2 cümlə yazın. Deməli, oğlunun şəklini görməsi, daha sonra oğlunun şəklini görməsini yaza bilərək, daha sonra yaza bilərək ki, elə bilirdi ki, deməli, bütün tikdiyi köynəklər oğlu üçün tikir. Onun istəyirdi ki, hamısını onun belə deyək, ölçüsünə uyğun tiksin. Daha sonra tikdiyi hər paltarda oğlunu belə deyək, xatırlayırdı. Sonra deyir ki, hava isti olduğunu, dediyimiz bayaqki bir-birini təkzib edən abzaslarda deyir ki, havanın isti olduğunu biləndə özünə biraz təskinlik verirdi. Bu kimi cümlələri seçib yazmaq olar. Daha sonra 118-də nə deyir? Deyir ki, klassları tamamlayın. Ananın xarakteri. Qayğıkeşdir. Daha sonra zəhmətkeşdir. Zəhmətkeş. Sevinclidir, qürurludur. Dedik ki, onun şəklini görəndən sonra qürurlanır, fərəhlənir, gözləri yaşarır. Bu kimi fikirlər yazmaq olar. 119-a baxırıq. Deyir ki, mətnin 6-cı abzasında üslubi cəhətdən nöqsanlı cümləni müəyyən edin. Düzəliş edərək həmin cümləni yazın. 6-cı abzasa baxırıq. 6-cı abzasda deməli, bu cümlə, ən axırıncı cümlə deyir ki, hərdən ürəyinə gəlirdi, davadır, göydən od yağır, Tahir tüfəngi alıb necə qələm götürsün? Cümlədə belə deyim, səhvlik var. Olmalıdır ki, Tahir tüfəngi yerə qoyub, qələmi necə götürsün? Deməli, yazaq. Tüfəngi qoyub, qələmi necə götürsün? Daha sonra 120-yə baxırıq. Deyir ki, mətndə altına xətt çəkilmiş cümlə əsasında cədvəli doldurun. Deməli, altına xətt çəkilmiş cümlə budur. Davadır, göydən od yağır. Burada məcazilik, obrazlılıq var. Məcazilik, obrazlılıq var. Həmin cümlədə deməli dedik ki, göydən od yağır. Göydən od yağır. Bu qədər. Sağ olun.